Hicab məktəbli formasına manedirmi? Mane deyil məncə. Təhsil müəssisələrində təhsil almalı insan və başqa bir şeylə maraqlı olmamalıdır. Hicab məktəbli formasına manedirmi? Xeyr. Xeyr, mane deyil. Necə ki, dövlət konstitusiyasından idarə olunur, əslində bizə isə Allah Teala Nur surəsi 31-ci ayədə qadınların geyimi ilə bağlı bizə əmr veribdir. Yəni bu qətiyyən maneə deyil, əksinə, yəni nəfsini yenən şəxslər hicabı yəni qadağa qoymamalıdır. Vallahi mən elə gəlir ki, o hərənin öz fikridir. Hörmət qoymaq lazımdır hər kəsin zövqünə də, geyiminə də. Əsas oxumaqdır, təhsilə görə deyirsinizsə əsas oxumaqdır. Nə fərqi var geyiminə? Məktəbin standart geyimi varsa o elə də olmalıdır. Mane deyil, mən elə gəlir mane olmur. Yəni amma sırf onu iki yönlü baxılır da, sırf əgər oranın elə bir qanunu varsa, yəni təsdiq olunmuş qanunlarsa, hamı o qanuna tabe olmalıdır. Amma mane olmur mən elə gəlir, geyim öz əllərim deyil. Xeyr. Hicab məktəbli formasına manedirmi? Xeyr eləmir. Yox, xeyr. Yəni nəyinə əsaslanır? Hər insan özgürdür ona görə və buna görə heç bir insan öz qüsurunu gizlətməməlidir, özü istədiyini eləməlidir. Xeyr. Yəni ki, hicablı olmaq o demək deyil ki, təhsilsiz qalsın uşaq. O, ailə məcburiyyətindən örtünənlər də var hal-hazırda. O demək deyil ki, o təhsilsiz qalsın. Əgər uşaq oxumaq istəyirsə, o dövlət buna icazə verməlidir. Hicablı örtünənlərə də icazə verməlidir dövlət. Xeyr. Yəni bu nəyinə əsaslandıra bilərsiniz? O, yəni ki, belə deyək də, bəşəri sualların hal-hazırda xalqımızda belə psixoloji vəziyyət yaratması heç bir önəmi yoxdur. Siz necə? Yəni ki, önəmi yoxdur nə mənada? Onun, qız uşağının və yaxud da ki, oğlan uşağının Qurani tərbiyə ilə böyüməsi və yaxud da ki, bəşəri qayda-qanunlarla böyüməsi əksinə bizim üçün insanın gözəlliyi olar. İnsana gözəllik bəxş eləmiş olar. Yəni ki, durub məktəblərdə indi 50 mində qayda-qanun çıxardırlar, sonra 3 gün keçir həmin qayda-qanunları özləri zid hərəkətlər edirlər. Yəni bunlar düzgün deyil. Necə çatdırım? Yəni ki, hicabın məktəbə, istir qeyri-müəssisəyə, istir başqa bir yerlərə heç bir aidiyyatı yoxdur. Hicab insanın, qadının, necə deyirlər, təbii o gözəlliyini qoruyan bir şeydir. Yəni onun örtüyüdür. Bəzi təhsil müəssisələrində hicaba qadağan var. Buna münasibətiniz? Çox pisdir. Əslində təhsilin qarşısını alırlar və hicablar təhsilə daha yaxşı münasibət göstərirlər. Təhsil müəssisələrində hicab qadağasına münasibətiniz? Normal, yaxşıdır yəni. Ya olmalıdırmı? Olmalıdır. Nə bilim, formalar olsa, məktəb formaları daha yaxşı olar. Yəni bir-birindən fərqlənmək cəhətdən daha Yəni yaxşı hicab olar. sizə nəyə manedir? Heç nə mane etmir, sadəcə nə bilim, yəni olsa daha yaxşı olar. Din, hamı dinlə məşğul olur, o təbiidir. Yəni, nə bilim, dini ricabla yox, yəni özünü aparmaq, necə deyim, belə həmin dinlə məşğul olmaqla, necə deyim, necə, nə bilim, Allah tərəfindən necə məsləhətdə elədilsin. Təhsil müəssisələrində hicaba qadağı var. Buna münasibətiniz? Çox pisdir təbii ki. Yəni hicabın belə deyək, geyim formasının təhsilə və yaxud da yəni biliyə bir təsiri olmamalıdır düşünürəm. Təhsil müəssisələrində hicab qadağası var. Buna münasibətiniz? Baxır da hansı təhsil ocaqları, necə deyim, vallahi hərənin öz, yəni mən elə gəlir o sırf məktəbli kimi geyinirsə, tünd ağ başını örtməklə mən elə gəlir bir maneçiliyi yoxdur. Məktəblərdə, bəzi təhsil müəssisələrində hicaba qadağı qoyulur. Buna münasibətiniz? O Azərbaycan birincisi dini dövlət deyil ki, burada belə tətbiq olsun qərarlar, qaydalar. O seçimdir. Yəni, milli etnik azlıq burada hamımız müsəlmanıq. Onun fərqi yoxdur. Təhsillər istər digər sahələrə. Din azad. Seçim azad. Yəni bu biz din dövləti deyilik. Bu bizim konstitusiyamızdır. Konstitusiyanı xalq özü seçdi. Xalqın qərarı ilə olubdur. Ona görə yəni dövlət nə qərar verirsə, yəni məncə də millət ona uyğun olmalıdır. Konstitusiyamızda icazə varsa ola bilər. İcazə yoxsa yox da. Çünki biz müstəqil dövlətdə yaşayırıq. Kim istəyir hicab taxsın, kim istəyir taxmasın. Məktəblərdə bu hicab qadağası var da. Buna münasibətiniz necədir? Olmalıdır ya olmamalıdır?
Olmamalıdır ikisində. Sizə nəyə görə olur? Olmamalıdır, sadəcə hicabdır. Hicaba nəyə görə qanun qaydalı qoymalı ki, olmalıdır, yox olmalıdır. Müsəlman ölkəyik. Təhsil müəssisələrində hicab qadağasına münasibətiniz? Təhsil müəssisələri müasir dövrə görə geridə qaldığı üçün bunları qəbul eləmir və hicaba qarşı çıxırlar. Amma hicab isə insanlara heç bir maneə törətmədən gələcəyə münasibət bəsləyən bir İslam dinidir. Müasir bir dövrdür və buna heç bir qarşı olmamalıdır. Bəzi təhsil müəssisələrində hicaba qadağa var. Buna münasibətiniz? Yaxşı deyil. Heç xoşlanmıram, yəni belə şey ki, əgər uşağın oxumaq fikri varsa, buna qadağa qoymaq olmaz. Bəzi təhsil müəssisələrində hicaba qadağa qoyulub. Yəni buna münasibətiniz necədir? Çox pis. Həddən artıq çox pis. Əgər təhsil müəssisələri hicaba qayda qanun qoyurlarsa, ziddilərsə, onda belə deyək də üzr istəyirəm. O Avropada bəzi yerlərdə çox xoşa gəlməz geyimlər ki var. Nə bilim o indi təzə şeylər çıxıb, emtikalar, nə bilim sırğa, tuda-suda gic-gic şeylər də. Halbuki nə Azərbaycan xanımına xas olmayan bir şeydir, nə də Azərbaycan kişisinə xas olmayan bir şeylərdir ki, Avropanın psixologiyasını Azərbaycana yeridirlər. Bu da mən bu şeylə çox həddən artıq razı deyiləm də. Yəni ki, əgər Azərbaycan müsəlman ölkəsi kimi adlandırılırsa, İslam ölkəsi kimi adlandırılırsa, ona uyğun olaraq, misal üçün, əksinə hicaba icazə vermək lazımdır. O sırğa, dəmir-dümür taxanlar, nə bilim, o gic-gic şeylər də, o yığışırlar 50-60 nəfər, güya reper, tuda-suda, hərəsi bir məzhəbə qulluq edir də, aydın da yəqin ki fikrim. Yəni bu şeylərin əksinə qarşısını almaq lazımdır. Açığı da yəni pis çıxmasın, lap dədəbabamızdan götürsək, sırğa taxan kişi olub.